Salam, hər vaxtınız xeyir olsun. Bu günləri Böyük Hun, Qədim Çin və Qədim Hindistan mövzularından izahı olacaq. Başlayaq Hundan. Deməli, Hunlar bilirik ki, türk mənşəli köçəri tayfalardılar və Hunlar haqqında ilk məlumatları eramızdan əvvəl 2-ci minillikdə Çin mənbələri verib. Bu vaxtı da yadımızda saxlamalıyıq. İlk məlumat nə zaman verilib? Eramızdan əvvəl 2-ci minillikdə. Vahid Hun dövlətinin əsası nə zaman qoyulur? Eramızdan əvvəl 220-ci ildə Teoman Tanhu tərəfindən. Teoman Tanhunun hakimiyyət illərinə vaxt əhatə edir. Eramızdan əvvəl 220, eramızdan əvvəl 209-cu illəri əhatə edir. Paytaxtda Ötükəndir. Teoman Tanhu mübarizə apardı kimlərlə? Çinlərlə və Çində Sin sülaləsi ilə mübarizə aparıb və Çində böyük sədd tikilməyə başlayıb Teoman Tanhunun dövründə. Yəni Teoman Tanhunun dövründə necə deyirik? Hunlardan kimin hakimiyyəti dövrünə düşür? Teoman Tanhunun dövrünə düşür. Amma böyük Çin səddi Çində tikilir və Sin Şi Huangdi yəni onun əmrini verib tikilməyə başlayıb onun dövründə eramızdan 214-cü ildə. Sadəcə qarşı tərəfdən, yəni Hunlardan kimin dövrünə düşür? Teoman Tanhunun dövrünə düşür. Niyə görə bu qeyd olunur? Çünki Çinlilər o səddi elə Hunlara qarşı, yəni Hunların mübarizəsinə qarşı tikmişdilər. Ona görə biz bunu Teoman Tanhu dövrünə daha yaxşı yadda saxlamaq üçün deyirik. Mete Tanhunun hakimiyyətləri eramızdan əvvəl 209-dan eramızdan əvvəl 174-cü ilə qədər olub və bu da mübarizə aparıb Çinlə. Lakin bu Çində Xan sülaləsindən daha çox mübarizə apardığını görürük. Hər ikisinin isə mübarizə aparmasını qeyd edirik ki, Çinlə mübarizə aparıb. Ordu islahatıdır, onluq, yüzlük, minlik, 10 minlik hissələrə bölməkdir. Fit salan oxlardır, Mərkəzi Asiyadakı 26 tayfanı birləşdirməkdir, Monqol və Tibet tayfalarını tabe eləməkdir, Çinə uğurlu yürüşlərdir və Pinçen sülhüdür ki, bunların hər birisi Mete Tanhunun dövrünə düşür. Və yəni Monqol və Tibet tayfalarını yadda saxlamaq üçün elə Metenin adında M və T hərfləri var. Ona görə o şəkildə rahat yadda saxlamaq olar. Monqol, Tibet tayfaları tabe eləmək Mete Tanhuya aiddir. Pinçen döyüşü eramızdan əvvəl 200-cü ildə baş verib və eyni adlı sülhlə nəticələnib. Bu döyüşdə Turan taktikasından istifadə olunub. Deməli, Mete Tanhu ilə, yəni Hunlarla Xan sülaləsi arasında baş verib bu döyüş və bu Pinçen sülhünün nəticəsində nələr olub? Deməli, 3 nəticəsini görürük biz bunun. Hər il Hunlara xərac ödəməli idi Çinlilər və Çin artıq Hunlardan asılı olurdu. Həmçinin Çinin şimal hissəsi Hunlara verilirdi və əlavə olaraq da Çin ticarət yolları Hunların nəzarətinə keçirdi. Daha sonra Mete Tanhunun dövründə biz daha başqa nələr görürük? Hun dövləti imperiya çevrildi. Yəni bu işğalların, bu hadisələrin nəticəsində Hun dövləti imperiya çevrildi. Yəni Hunların imperiya çevrilməsini biz Meteyə aid götürəcəyik. Daha sonra Böyük İpək yolu Hunların nəzarətinə keçdi. Elə bu ticarət yolları dedik ki, Hunların nəzarətinə keçdi Pinçen sülhü nəticəsində. Elə bu da o deməkdir ki, Böyük İpək yolu Hunların nəzarətinə keçir. Böyük Hun imperiyası daha sonra parçalanır eramızdan əvvəl 58-ci ildə qərb və şərq hissələrinə. Qərb Hunları süqut edir eramızdan əvvəl 36-cı ildə, şərq Hunları süqut edir eramızın 3-cü əsrində. Necə olur bu? Anaları Çinli olan şahzadələr Çinə tərəf istəyirdilər ki, yəni hakimiyyət Çinin əlinə keçsin və buna görə də parçalanma baş verir. Şərq Hunları elə həmin vaxt Çindən asılı vəziyyətdə idarə edirlər dövləti, Qərb Hunları isə bir qədər müstəqil olur və bu müstəqillikləri 36-cı ilə qədər davam edir. 36-cı ildə isə tamamilə süqut edirlər. Şərq Hunları isə eramızın 3-cü əsrinə qədər hakimiyyətlərini qoruyub saxlaya bilirlər. Gəldik indi Qədim Çinə. Dəmir emalını yadından çıxmışdı. Sonunda üstdə kiçik bir hissədə qeyd elədim. Yəni Çində dəmir emalı eramızdan əvvəl 6-cı əsrdə yaranıb. Bu da ümumilikdə götürük 1-ci minillikdə. Çin yerləşir Asiya qitəsinin şərqində və onun ərazisinə Xuanxə və Yansı çayları axır. Həmin çaylardan birinin, yəni Xuanxə çayının adlandırılması var. Gəzən çay, Azan çay, Minbir fəlakət çayı və Çinin bəlası. Baxın, bu 4 dənə ifadədən başqa bir ifadə çıxarsa qarşınıza düzgün deyil. Xuanxə çayının adlandırılması sadəcə bu 4 adlandırmadır. Xuanxə vadisində erkən sivilizasiya yaranıb nə zaman? Eramızdan əvvəl 2-ci minilliklərdə. Çində ilk dövlət nə zaman yaranıb? Eramızdan əvvəl 2-ci minillikdə. Şan qəbilələri tərəfindən yaranıb. Baxın, Çində ilk dövlətin yaranmasıyla Çində vahid dövlətin yaranması fərqlidir. İlk dövlət yaranır eramızdan əvvəl 2-ci minillikdə. Vahid dövlət yaranır isə eramızdan əvvəl 3-cü əsrdə 221-ci ildə Sin Şi Huangdi tərəfindən və 1-ci minillik gedir bu da. Ona görə ilk dövlət yaranır 2-ci minillikdə, vahid dövlət yaranır isə 1-ci minillikdə. Çində Vurşan padşahlığı dövrü eramızdan əvvəl 4-cü əsrlər olur ki, yəni burada xırda-xırda dövlətlər olur. Bunlar öz aralarında mübarizə aparırlar və bu mübarizədə Sin Şi Huangdi qalib gəlir, Sin sülaləsi qalib gəlir və Çini ilk dəfə vahid dövlət tərkibində birləşdirir. Sin sülaləsinin hakimiyyətləri eramızdan əvvəl 221, eramızdan əvvəl 206-cı illəri əhatə eləyir. Deməli, Sin sülaləsi Sin Şi Huangdi hansı tədbirləri həyata keçirir? Vahid dövləti birləşdirmək dedik, vahid qanunlar qəbul eləyir, ölçülü çəkili pulda
36 vilayətə bölür, mərkəzləşmiş idarəetmə sistemi yaradır. Eramızdan əvvəl 214-cü ildə Böyük Çin səddinin inşasına başlanması haqqında əmr verir və Böyük Çin səddinin inşasına başlanılır. Bu Sin Şi Huangdin dövründə olanlardır. Yəni bunları görsək bilməliyik ki, Sin Şi Huangdi Xan sülaləsinin hakimiyyət dövründə nə olur? Eramızdan 306 eramızın 3-cü əsrlərini əhatə edir. Hunlarla mübarizə aparır. Hunlarla mübarizə həm Sin sülaləsində də var, həm Xan sülaləsində də var. Pinçin sülhü Xan sülaləsi dövrünə düşür. Hunların döyüş taktikalarının əvvəl deməli Hunlara məğlub olurlar. Pinçin döyüşü, Pinçin sülhü. Daha sonra isə Hunların döyüş taktikalarını mənimsəyirlər. Sonra başlayırlar Asiya Hun dövlətinin şərqini işğal edirlər. Vyetnamın bəzi vilayətləridir, Koreyada buraları işğal edirlər. Sonra Çin dünya ticarət yollarına çıxış əldə edir. Bu da eramızdan əvvəl 2-ci əsrdə Böyük İpək yolunun salınması ilə baş verir. Yəni bu faktları gördük ki, bilməliyik ki, bunlar Xan sülaləsi dövrünə aiddir. Əlavə olaraq Qırmızı Qaşlı üsyanı, Sarsaqlar üsyanı da Xan sülaləsi dövrünə aiddir ki, Qırmızı Qaşlı üsyanı eramızın 1-ci əsrin əvvəllərində baş verir. Sarsaqlar üsyanı isə eranın 184-cü ilində baş verir. Çjan qardaşları rəhbərlik edir və 20 ildən çox davam eləmişdi. Və buna görə də 20 ildən çox davam eləmişdi deyəndə gəlir hardasa çıxır bir 204-cü ilə falan, eramızın 204-cü ilinə falan və bu da eramızın 3-cü əsri edir. Baxın, Xan sülaləsi də elə eramızın 3-cü əsrin əvvəllərində süqut edir. Deməli, elə Xan sülaləsinin süqut eləməsi Sarsaqlar üsyanının nəticəsində baş verir. Və bundan sonra da Çin xırda dövlətlərə parçalanır, quldarlıq quruluşu süqut edir. Deməli, əgər deyilsə ki, Çində quldarlıq quruluşu nə zaman süqut elədi, Çin xırda dövlətləri nə zaman parçalandı, eramızın 3-cü əsrini götürəcəyik. Daha sonra gəldik qədim Hindistana. Deməli, Qədim Hindistan Asiya qitəsinin cənubunda Hindistan yarımadasında yerləşir. Yarımadanın qərbində Hind çayı, şərqində isə Qanq çayı axır. Qanq çayı, orada biraz səhvlik gedib, Qanq çayı axır. Hind çayı vadisində eramızdan əvvəl 3-cü minillikdə Mohenjo-daro və Harappa şəhərləri aşkarlanır. Deməli, Hindistanda ən qədim şəhərlər hansılardır? Mohenjo-daro və Harappa neçənci minilliyə aiddir? 3-cü minilliyə aiddir. Deməli, indi Mohenjo-daro və Harappaya aid sırf öz xüsusiyyətləri, özünə məxsus xüsusiyyətləri var. Mohenjo-daroya aid xüsusiyyətlər nələrdir? Su kəməri və kanalizasiya sistemi gördük ki, bilməliyik ki, Mohenjo-daroya aiddir. 2-3 mərtəbəli evlər, taxıl anbarı, sənətkar əməlatxanaları, tunc və qızıl emalı və öz yazıları sözünü gördük ki, bilməliyik ki, Harappalılara aiddir. Və hər ikisinə aiddir. Nə? Eramızdan əvvəl 2-ci minillikdə əhalisi bilinməyən səbəblərdən şəhərləri tərk edib. Yəni bəzən testdə qarışdırıb verə bilər. Mohenjo-daro və Harappa müəyyən bir səbəbdən, tutalım ki, indi hər hansı bir səbəb verir. Bu səbəbdən əhalisi tərk edir. Bu düzgün deyil, bilinmir. Baxın, bilinməyən səbəblərdən tərk edir. Arı tayfaları Hindistana köçərdi. Nə zaman? Eramızdan əvvəl 2-ci minillikdə. Arı tayfalarında Raca tayfa başçısı adlanırdı. Sonra Hindistanda dəmir emalına başlanması eramızdan əvvəl 11-ci əsrdə. Baxın, Çində dəmir emalına başlanması eramızdan əvvəl 6-cı əsrdə. O düşür 1-ci minilliyə. Amma Hindistanda dəmir emalına başlanması 11-ci əsrdə. O da düşür 2-ci minilliyə. Yəni Hindistanda daha tez olub. Eramızdan əvvəl olduğu üçün daha tez Hindistanda dəmir emalına başlanılıb. İç dövlətlərin yaranması Hindistanda eramızdan əvvəl 1-ci minillik. Çində nə vaxt yaranmışdı iç dövlətlər? Eramızdan əvvəl 2-ci minillikdə Şan qəbilələri tərəfindən. Daha sonra eramızdan əvvəl 6-cı əsrin sonunda Əhəməni dövləti Hindistanın şimal-qərbini işğal elədi. 6-cı əsrdə deməli Əhəmənilər işğal elədi. Sonra 327-ci ildə Makedon İskəndər gəlir, Hind çayına qədər Hindistan torpaqlarını ələ keçirir. Makedon İskəndərin ölümündən sonra 323-cü ildə Hindistanda Yunan-Makedoniya işğalına qarşı mübarizə başlanır. Makedon İskəndərə qarşı mübarizədə kimlər fərqlənir? Maurya sülaləsi fərqlənir. Maurya sülaləsində xüsusilə Chandraguptanın adı qeyd olunur. Maurya sülaləsinin ümumilikdə hakimiyyətliləri eramızdan əvvəl 317, eramızdan əvvəl 180-ci illəri əhatə eləyir. Maurya sülaləsinin ən qüdrətli hökmdarı kimdir? Təbii ki, Ashoka və biz Hindistanın vahid dövlət tərkibində birləşdirilməsini də elə Ashokanın dövrünə götürürük. Eramızdan əvvəl 3-cü əsrin ikinci yarısında. Deməli, biz eramızdan əvvəl 3-cü əsrin ikinci yarısında 3 dövlətin vahid dövlət tərkibində birləşdiyini görürük. Hunda da bunu görürük, Çində də bunu görürük, Hindistanda da görürük. Deməli, Hunda eramızdan əvvəl 220-ci ildə Teoman Tanhu tərəfindən, Çində eramızdan əvvəl 221-ci ildə Sin Şi Huangdi tərəfindən, Hindistanda elə bütövlükdə 3-cü əsrin ikinci yarısı gedir və burada da Ashoka tərəfindən. İslahatlar keçirilməsi, 33 kitabə sözünü gördük, Budizmin əsas himayədarı sözü, təbliğatçısı sözü, bunları gördüyü kimi bilməliyik ki, Ashokaya aiddir. Eramızdan əvvəl 180-ci ildə Maurya sülaləsinin hakimiyyəti sona çatır və Hindistan ayrı-ayrı dövlətlərə parçalanır. Baxın, biz bayaqlar da qeyd elədik, Çinin parçalanması. Çinin parçalanması nə vaxt oldu? Eramızın 3-cü əsrində Xan sülaləsi süqut elədikdən sonra və Hindistanda nə vaxt parçalanmanı görürük? Eramızdan əvvəl 180-ci ildə. Bu da düşür eramızdan əvvəl 2-ci əsrdə. Bu müqayisəli məqamlara diqqət edək, keçək bunların indi mədəniyyət hissəsi. Davam edək bunların mədəniyyət hissəsi ilə. Baxın, Hunların mədəniyyəti, Hun dövlətində mədəniyyətə aid nələr qeyd eləmişəm. Deməli, Metetanho
Çin qaynaqlarında necə adlanır? Tanrı qutu. Oğuznamələrdə necə adlanır? Oğuz Xaqan. Baxın, Oğuznamə, Oğuz Xaqan eynidir, bənzərdir. Bir dənə qalır Çin qaynaqları ilə Tanrı qutu. Onu da uyğunlaşdırmaq rahatdır. Yəni Çin qaynaqlarını öyrənsəz, Tanrı qutunu öyrənsəz, biləcəksiniz ki, Oğuznamələrdə Oğuz Xaqan adlanırsa, deməli Tanrı qutu adlanması Çin qaynaqlarına aiddir. Hunlar hansı sahələrlə məşğul olurlar? Onlar əsasən yəni köçəri maldarlıqla, ovçuluqla məşğul olublar. İlk siyasi birlikləri eramızdan əvvəl 2-ci minillikdə yaranıb. Baxın, bayaqlara Hunlarda qeyd etmişdim ki, Hunlar haqqında ilk məlumatları eramızdan əvvəl 2-ci minillikdə Çin mənbələri verir. Baxın, elə o məlumatlarda bu qeyd olunur ki, onların ilk siyasi birlikləri həmin vaxt yaranıb. O mənbələrdə, məlumatlarda qeyd olunur. Yaşayış heyvanlarda yurd adlanır, dövlət eli adlanır, ordunun əsasını təşkil eləyir süvarilər. Baxın, bu skitlərdə də belə idi. Hakimiyyətin Tanrıdan gəldiyini inanırdılar, göy tanrıya sitayiş edirdilər, inanclarında günəş, ay tanrıları xüsusi yer tuturdu. Ümumilikdə deyirik ki, tanrıçılıq geniş yayılmışdı. Əlavə olaraq o qut sözünü gördük, şamançılıq sözünü gördük ki, bilməliyik ki, bu da Hunlara aiddir. Qut xoşbəxtlik, saadət mənasına gəlir. Şamançılıq da göy tanrı ilə insanlar arasında vasitəçi kimi düşünürdülər. Bu böyük Hun mədəniyyəti idi, Asiya Hun mədəniyyəti idi. Baxaq qədim Çin mədəniyyətinə. Burada görürük ki, biz əkinçilik ilə, maldarlıqla, sənətkarlıqla məşğul olublar. İpək parçalar, zərif çini qablar hazırlayıblar. Heroqlif yazını yaradanlar kimlərdir? Çinlərdir. Eramızdan əvvəl 2-ci minillikdə yaradıblar. Biz hansı dövlətlərdə görürük heroqlif yazıdan istifadə? Misirdə görürük, Mannada görürük, amma sırf yaradıcısı Çindir. Çin yaradıb yəni onu. Yazı vasitəsi kimi ilk vaxtlar pamuk lövhələrdən istifadə edirdilər. İmperator fərmanları isə ipək parçalar üzərinə yazılırdı, lakin Xan sülaləsi dövründə artıq kağız ixtira olundu və kağız üzərinə yazmağa başladılar. Təqvim ixtira ediblər, kompas ixtira ediblər. Bunların hər birisi Xan sülaləsi dövrünə aiddir. Dağlar və dənizlər haqqında kitab ifadəsini gördük. Bilməliyik ki, Çin mədəniyyətinə aiddir və bu da tacir və səyyahların səfərləri nəticəsində deməli qeydə alınmışdı. Onların səfərlərindən, yəni gördükləri əsasında belə bir kitab yazılmışdı. Tarixi qeydlər əsəri Smatosiyana məxsusdur. Bu da yəni qədim Çin mədəniyyətinə aiddir. Daha sonra təbabət elmi inkişaf eləmişdi, fəlsəfə inkişaf eləmişdi. Konfutsi təlimi. Konfutsi təlimi eramızdan əvvəl 6-5-ci əsrlərdə yayılmağa başlamışdı və bilici adı. Baxın, bilici adı Çində də var, Hindistanda da var. İndi Hindistana gəldikdə deyəcəm. Sadəcə bilin ki, bilici adı məsələsi qədim Çində də var, qədim Hindistanda da var. 6-5-ci əsrlərdə yayılmışdı. Sin sülaləsi dövründə rədd edilmişdi. Xan sülaləsi dövründə isə rəsmi ideologiyaya çevrilmişdi. Yəni Konfutsi təlimi ilə bağlı bilməli olduğumuz əsas məqam budur. Baxaq indi Hindistana. Hindistanda qullar nə adlanırdı? Yad düşmən adlanırdı. Bura qədər keçdiyimiz mövzulardan qulların adlandırılmasını Misiri görmüşük ki, Misirdə qullar nə adlanırdı? Canlı ölülər adlanırdı. Hindistanda da yad düşmən adlanırdı. Qarşıda biz Yunanistanda, Spartada və Romada da qulların adlandırılmasını görəcəyik. Daha sonra Hindistanda kasta quruluşu. Kasta quruluşu eramızdan əvvəl 12-11-ci əsrlərə aiddir və 4 kasta quruluşunu görürük biz burada. Əvvəl onların adları tam şəkildə verilirdi, indi artıq istifadə olunmur. Hinduizm dini var idi, Buddizm dini var idi. Hinduizm dini Hind xalqının və dövlətin formalaşdığı dövrdə yaranmışdı və burada Hinduizm dinində müqəddəs qanunlar toplusu Veda adlanırdı. Buddizm dini eramızdan əvvəl 6-cı əsrdə Gautama yaratmışdı və baxın, burada da bilici adı var. Bilici adı deməli Hindistanda Buddizm dini ilə bağlıdır, deməli Çində də Konfutsi təlimi ilə bağlıdır. Əlavə olaraq burada Budda, həqiqətlə işıqlanmış, kastalara qarşı çıxma, insanı xoşbəxtliyə aparan 8 yol ifadələrini gördük ki, bilməliyik ki, Buddizmə aid ifadələrdə. Yazını yazdırdılar palma yarpaqları üzərində. Daha sonra ixtiraları nələrdir? 0 rəqəmini, 10 rəqəmini hesabı ixtira ediblər. Sonra nələri bacardılar? Kvadrat və kub köşkləri çıxarmağı bacarırdılar. Yer kürəsini şar şəklində təsəvvür edirdilər. Şahmat oyunun vətəni hesabı olunurdu Hindistan. 4 növ qoşununda elə şahmat oyunu ilə bağlı bir ifadədir. 4 şir heykəli də deməli Hindistanda idi. Sütunlar var idi. Sütunlar inşa olunmuşdu. Nə zaman? Eramızdan əvvəl 3-cü əsrdə inşa olunmuşdu. Aşokanın dövrünə də götürə bilərik bunu. Daşdan yonulmuş darvaza da inşa olunmuşdu eramızdan əvvəl 1-ci əsrdə. Deməli, ümumilikdə bunlarla bağlı qədim Çin, qədim Hindistan və Hunla bağlı biz vahid dövlətdə birləşdirməni gördük. Daha sonra bilici adını gördük. Çinlə daha doğrusu Hindistan üçün oxşar cəhəti idi. Belə, bu qədər. İnşallah gələn izahlarda görüşənədək sağ olun.